Salam, hər vaxtınız xeyir olsun əziz şagirdlərimiz. Deməli, Güvən Nəşriyyatının 2025-2026-cı ili üçün 9-cu siniflərə təşkil etdiyi sınaq imtahanı 1-in A variantının suallarının izahlarına baxırıq. Deməli, ilk sualımız belədir. Əbub və Əkub ilə bağlı olan bir sualdır. Biz verilən ədədlərin Əbub və Əkubunu tapmaq üçün deməli edəcəyimiz 42-nin sadə vurğularına ayrılışını təyin edək. Deməli, 42 bərabərdir. 2 vurulsun 3 vurulsun 7-dir. 48 isə 2 üstü 4 vurulsun 3-ə bərabərdir. Demək ki, bunların əbobunu axtarsaq 2 vur 3 olacaq, cavab 6 edir. Əkobunu axtardıqda isə deməli 2 üstü 4 vurulsun 3 vurulsun 7-yə bərabərdir. Qısaca 2 üstü 4 vurulsun 3 ifadəsi bizə 48-i verir. 48-i 7-yə vururuq və 336 tapırıq. X-in qiymətini tapmaq üçün isə 336-nı bölməliyik 6-ya. Cavabımız 56. Doğru cavabımız A variantı. Növbəti suala baxaq. Diaqramda verilmiş B çoxlunun elementlərindən neçəsi A çoxlununa daxil deyil? Diqqət edin, A çoxlununa daxil olmayan 2 element var. Cavab B variantı. Kəsirinin sonsuz dövri onluq kəsir şəklində göstərildiyi. Deməli, 30-da 13-ün sürət məxrəcini 3-ə vursam, 90-da 39 almış olacam. 90-da 39 ifadəsini isə deməli, 43 minus 4 kimi yaza bilərəm. Bu da bizə 0,4 dövrdə 3 ifadəsini göstərir. AB2 rəqəmli ədədi üçün açılışı verir, B-nin qiymətini soruşur. AB-nin açılışını yazsaq 10A plus B olacaq, bərabərdir 3A plus 3B-yə. A-ları və B-ləri bərabərin bir tərəfinə keçirsək, 10A-dan 3A çıxdıqda olacaq 7A. B-ni digər tərəfə keçirəndə 3B-dən B çıxsaq 2B. 7 ilə 2 qarşılıqlı sadə ədədlərdir. Demək ki, A-nın qiymətini 2, B-nin qiymətini 7 qəbul edə bilərəm. Buradan cavabımız C variantı. Keçək növbəti sualımıza. A çoxluğu 168 ədədinin natural bölünənləri çoxluğu olarsa, aşağıdakı ədədlərdən hansı A çoxluğunun elementi deyil? 168 ədədi aşağıdakı variantlardan hansına bölünmürsə, bu zaman bizim doğru cavabımız elə odur. Deməli, 168 ədədi 28-ə bölünür, 24-ə bölünür, 21-ə bölünür. 18-ə isə tam bölünmədiyinə görə cavabımız elə 18-dir. 160 ədədinin bizdən 0,35 hissəsini tapın deyir. Bu zaman edəcəyimiz 160-ı 0,35-ə vurmaqdır. 0,35-ə vurarkən də cavabımız 56 alınır. D variantı. Aşağıdakı hasillərdən hansı mürəkkəb ədədin sadə vurğuları ayrılışıdır soruşur. Bizə sadələr lazımdır. 15 mürəkkəbdir deyə olmaz. 9 mürəkkəbdir. 9 mürəkkəbdir. Digərində 9 mürəkkəbdir. Doğru cavabımız E variantı. Deməli, A ilə B-nin birləşməsini göstərib, biz Venn diaqramını çəkək, daha rahat şəkildə izahına baxaq. Deməli, A-nın elementi 7 ədəddir, B-nin elementi 5 ədəddir. Sonra kəsişmədə 2 element var, birləşmənin sayını soruşur. 7-dən 2 çıxsaq, burada 5 element olur. 5-dən 2 çıxsaq, burada 3 element olur. Ümumi sayını tapdıqda isə 7 ilə 3-ün cəmini tapıram, cavab edir 10. Doğru variantımız B variantı. Məxrəci 80 olan 0,2 0,25 kəsirlər arasında yerləşən adi kəsirlərin sayını tapın. Deməli, 0,2 10-da 2 deməkdir. Məxrəci 80 olması üçün sürət məxrəci 8-ə vururam. 80-də 16. Digəri 0,25 4-də 1-dir. Məxrəc 80 olması üçün 20-yə vururam. 80-də 20. Bizə indi 16 ilə 20 arasında yerləşən natural ədədlərin sayı lazımdır. Bu da 17, 18 və 19-dur ki, 3 dənə kəsir olur. Aşağıdakı ədədlərdən hansı 9-a qalıqsız bölünür? Diqqət edək D variantına. 6, 5, 4 toplasaq rəqəmləri cəmi 15 edir. Deməli, 11, 15 edir. 9-a bölünmür. Sonra A variantında 9, 8, 7 toplasaq. 9 ilə 8-in cəmi 17, üzərinə 7 gəlsək 24, tam bölünmür. 8, 7, 6 bunların cəmini tapsaq 21 edir. Tam bölünmür. 5, 4, 3, 12 edir. Tam bölünmür. 7, 6, 5, 18 edir. Doğru cavabımız C variantı.
A çoxluğu üçün aşağıdakılardan hansı doğrudur deyir. A ilə A-nın birləşməsi boş çoxluq olmur. A-nın özü olur. A ilə boş çoxluğun birləşməsi yenə də A-nı verir. A ilə A-nın kəsişməsi A-nı verir. Sonra A ilə boş çoxluğun kəsişməsi boş çoxluq verir. Demək ki, cavabımız A variantı. Bunun izahı isə nədir? A-nın A-ya tamamlayıcısı boş çoxluqdur. Çünki A-ya heç bir element əlavə etmək lazım deyil ki, A-nın qiyməti alınsın. Ona görə də cavab ilə doğrudur və boş çoxluq olur. Şəkil eyni ölçülü kvadratlardan ibarətdir. Şəklin hansı hissəsi rənglənmişdir soruşur. Diqqət edək. Kvadratların sayına 6 ədəd kvadrat var. Aşağıdakı kvadratların sayına 8 ədəd kvadrat var. Ümumi sayını tapanda ümumi kvadratların sayı 6, 8-in 48 edir. Rənglənmiş hissələrin sayına baxaq. 1, 2, 3, 4, 5, 6, 7 və 8. Deməli, bizim kəsirimiz 48-də 8 olacaq. 8-ə ixtisar aparsaq, cavab 6-da 1. A variantı. AB qarşılıqlı sadə ədədlər olarsa, AB ədədlərinin ortaq olmayan sadə vurğuların hasili aşağıdakılardan hansına bərabərdir? Ortaq olmayan sadə vurğuların hasili C-dir. Əkob bölünsün əbob şəklində tapılır. Qarşılıqlı sadə olduğuna görə əkobun tapılanda qiyməti A vurulsun B olur. Əbobu isə 1-ə bərabərdir. Bunları bir-birinə bölsək, cavab A vurulsun B-dir. Yəni E variantı. 70-ci sualda deməli A və B çoxluqlarının kəsişməsinin element saylarını tapın deyir. Kəsişməsində hər ikisində iştirak edən elementlər olmalıdır. Diqqət edək. Deməli, A hər ikisində var. B digərində yoxdur. C digərində də var. Sonra D heç birinin, daha doğrusu digərində B də yoxdur. Sonra E-yə baxırıq. Hər ikisində var. Növbəti F hər ikisində var. Demək ki, bizim cavabımız 4 dənə element olur. C variantı. 280 ədədinin müxtəlif sadə vurğularının sayını tapın deyir. 280 ədədi deməli vurğulara ayırsaq 2-yə bölünür 140, 2-yə bölünür 70, sonra 2-yə bölünür 35, sonra 5-ə bölünür 7 və 7-yə bölünür 1 dəfə. Müxtəlif sadə vurğular deyəndə 280 ədədi 2 üstü 3 vurulsun 5 vurulsun 7-yə bərabərdir. Müxtəlif sadə vurğularının sayı 2, 5 və 7, 3 ədəd olur. Diqqət edək, kəsirinin qiymətini soruşur. 2. 1 ilə 2-də 1-in fərqi 1, 2-də 2-dir. 2-də 2-dən 2-də 1 çıxanda 2-də 1 qalır. Sonra vurulsun, 3 bölünsün. 1-dən 3-də 1 çıxanda 3-də 2 qalır. Vurulsun, 4, aşağıda 4-də 3 qalır. Deməli, bunu hesablasaq, 2-ni 2-də 1-ə böləndə 4 edir. Vurulsun. 3-ü 3-də 2-yə böləndə 2-də 9 edir. Vurulsun. 4-ü 4-də 3-ə böləndə 3-də 16 edir. Gəlin diqqət edək. 4-ü 2 ilə ixtisar aparsaq 2 qalır. 2-ni 16-ya vuranda 32. Məxrəcimizdə 9-u 3-ə bölsək 3 edir. Deməli, daha doğrusu məxrəc 3 ilə ixtisar gedir. Sürətdə 3 qalır. Məxrəc artıq qalmır. 32-ni 3-ə vuracam. Cavab 96. Deməli, 73-cü sualda deyir ki, A bölünsün B C-yə bərabərdir. Demək ki, A-nın qiyməti bərabərdir. B vurulsun C plus 5. C-nin qiyməti isə 3 vurulsun 2 plus 1. Toplasa cavab 7. Demək ki, A-nın qiyməti olacaq 7B plus 5. Bizdən A-nın ala biləcəyi ən kiçik qiyməti istəyir. Diqqət edirik nəyə? Deməli, B-yə ən kiçik 1 qiymətini versək, fərz edək. 7 üzərinə 5 gəlsək A 12-dir. Diqqət edin, 12-ni 1-ə böləndə natamam qismət 7 və qalıq 5 olmur. Ona görə B 1 qiymətini almır. Gəlin baxaq, B-yə 2 versək, A-nın qiyməti olacaq 7, 2, 14. 14-ün üzərinə 5 gəlsək 19. Deməli, 19 2-yə böləndə natamam qismət yenə də 7 olmur. B-nin qiyməti 2 deyil. Digərinə baxaq, B-nin qiymətinə 3 desək, A-nın qiyməti olacaq. Deməli, 7 üçün 21, 26. 26-nı 3-ə bölsək 8 dəfə düşür, yəni natamam qismət 7 olmur. B 3 deyil. B-nin qiymətinə 4 versək, A-nın qiyməti 7, 4, 28, üzərinə 5 gəlsək 33 edir. 33-ü 4-ə böləndə natamam qisməti 7 alınır. Qalığımız
5 alınır. Demək ki, doğru cavabımız 33-dür. Keçək növbətiyə. Əgər Elvin yolun 0,7 hissəsini maşınla, qalan 1,5 km hissəsini isə piyada getdi. Deməli, 0,7 hissəsini gedibsə, 0,8 hissəsi qalır. 0,8 hissəsi 1,5 kilometrdir. Elvin getdiyi yol neçə kilometrdir? 0,5 hissəsi 1,5 kilometr olan ədədi tapmaq üçün 1,5-i 0,8-ə bölmək lazımdır. Deməli, 15-i 8-ə bölürük. Alırıq 1,875 kilometr. İkinci bir qaydası isə belə götürə bilərik ki, 0,8 hissəsi əgər 1,5-dirsə, 1 hissəsi, yəni tam hissəsi x götürüb tənasüb şəklində də yazmaq mümkündür. 52 və 65 ədədlərinin ən kiçik ortaq bölünənini tapın. Yəni, əkobunu tapın deyir. 52 ədədi 2-nin kvadratı vurulsun 13-dür. 65 5 vurulsun 13-dür. Hər ikisində ortaq olan elementi 13-dür. Bunu yazıram. Sonra 2 üstü 2, bir də 5 yazıram. Deməli, 2-nin kvadratı 4, 4-ü vururuq 5-ə 20, 20-ni vururuq 13-ə 260. Cavab 260. Növbəti. Deməli, 76-cı sualda A B-yə daxildir deyir. Fərz eləyək ki, bir B çoxluğudur. Daxilində A çoxluğu var. Bizə deyir ki, A B-yə daxildir. A-nın 4 elementi var. B ilə A-nın fərqində 3, yəni burada 3 element var. B-nin element sayını deyir tapın. O zaman 4 ilə 3 toplayacağım. Cavabım 7 edir. Sonra keçək növbəti suala. Deməli, 77-ci sualda bizə deyir ki, 13,5 vurulsun, deməli, 9,7 çıxılsın, 13,5 vurulsun, 5,7. Vurmanın çıxmaya görə paylama qanunu tətbiq eləsək, 13,5-i qarşıya çıxarıb 9,7 minus 5,7 fərqini tapıram. Deməli, 9,7-dən 5,7-ni çıxanda cavab, deməli, 4-ə bərabər olur. 9,7-dən çıxırıq 5,7-ni, cavab 4-ə bərabər olur. Və 13,5-i də vururuq 4-ə. Cavabımız 54. Cədvəldə verilmiş kəsirlərin hasilini tapın deyir. Birinci kəsir tam hissə 0-dır. Dövrə qədərki rəqəm 2, dövr edən rəqəm 6 vurulsun. İkincidə tam hissə 1-dir, dövrə qədərki rəqəm yoxdur, dövr edən hissə 21-dir. Bunun cavabını yazaq. Deməli, diqqət edək. Bizə verilən qarşı qədər, daha doğrusu dövr onlu kəsirləri bir-birinə vuranda biz bunları biraz sadələşdirməyə çalışaq. Sadələşdirərkən də alırıq ki, deməli, 0,2 dövrdə 6, 90-da 24-ü verir. 90-da 24 vurulsun. 1 tam dövrdə 21, 1 tam 99-da 21-dir. Yəni 99-da 120 olacaq. 120. Bunları ixtisar edək. Sıfırları ixtisar etdik. 9, 12 ilə 3 ixtisar etsə 4 qalır. 7 qalan 3, 24 ilə ixtisar getsə 8 qalır. Bu bizə verəcək 99-da 32-ni. Dövr onlu kəsir kimi yazmaq istəsək 0 tam dövrdə 32 alınır. 18-ə böldükdə natam qismətdə 15 qalıqda 3 alınan A ədədinin natural bölənlərinin sayını tapın. Deməli, nə edirik? 18-ə böləndə natam qismət 15-dirsə 18-i 15-ə vuracam. Qalıq 3 olduğuna görə üzərinə gəlirəm. Deməli, 18 vurulsun 15. Üzərinə gəlirəm 3, 273. 273. 273 isə vuruqlarına ayırıram. 3, 91 dəfə, 7, 13 dəfə, 13, 1 dəfə. Deməli, 273, 3 vurulsun, 7 vurulsun, 13-ə bərabərdir. Hər birinin qüvvəti 1 olduğuna görə qüvvətlərin üzərinə 1 gəlib, bir-birinə vururam. Natural bölənlərin sayını tapmaq üçün. Cavab 8. 80-ci sualda deyək ki, 3n plus 2 və 2n plus 7
ardıcıl gələn natural ədədlərdir. Fərz edək ki, birinci 3n plus 2 gəlir, sonra ardınca 2n plus 7 gəlir. Bu deməkdir ki, bunların fərqi 1-ə bərabərdir. Yəni edəcəyim 3n plus 2 çıxılsın 2n plus 7, bu zaman işarə dəyişimi olacaq. 2n minus 7 bərabər 1. 3n ilə 2n'in fərqi n edir, 2 ilə 7'nin fərqi 5 edəcək. Cavab 1 olanda n'in qiyməti 6 olur. N'in bir qiyməti 6. Sonra 2n plus 7'dən 3n plus 2'ni çıxıram. Cavab 1 olur. 2n ilə 3n'in fərqi mənfi n, 7 ilə 2'nin fərqi 5 bərabər 1'ə. Buradan n'in qiyməti bərabər olacaq 4'ə. Deməli, 2 qiymət var. Bu qiymətlərin cəmini istəyir. Bu zaman 6 ilə 4'ü toplayıram. Cavab 10. 96'lı elementli A çoxlunun elementlərinin 0,375 hissəsi B çoxluğuna daxildir. B çoxlunun elementlərinin 3'də 2 hissəsi A çoxluğuna daxil deyil. Bu iki çoxluqda yalnız bir çoxluğa daxil olan elementlərin ümumi sayını tapın. Gəlin belə edək ki, 2 çevrəni götürək. A'nın element sayı 96'dır. B'nin element sayı fərz edək ki, x-dır. Deməli, ümumi 96'dan 0'dan 1378, daha doğrusu 0'dan 1375 hissəsi. Vururuq 0'dan 1375'ə. Onu da qeyd edeyim ki, bu 0'dan 1375 8'də 3 deməkdir. Yəni 90 ilə 8'də 3'ə vururuq 96'nı. 96'nı 8'ə bölsək, 12 3'ə vursaq 36 edir. Deməli, hər ikisində iştirak edən 36 elementdir. 96'dan 36 çıxsaq, digəri, yəni A ilə B fərqində 60 element qalır. İndi bizdən nə soruşur? Deyir ki, B'nin 3'də 2 hissəsi A'ya daxil deyil. Deməli, burada olan hissəsi 3'də 2 hissəsidir. İndi nə edirik? Deməli, yerdə qalan hissəsi, o 36 hissəsi 3'də 1 hissəsidir. X-in 3'də 1 hissəsi əgər 36'dırsa, X-in qiyməti 108'dir. Bunu tapdıq. X-in qiyməti 108'dirsə, 3'də 2 hissəsini tapıram. 108'in 3'də 2 hissəsini. Və yaxud da ki, 36 çıxacam. Bunu elə 36 çıxaraq da yazmaq olar. Bizə cavab verəcək 72. Deməli, burada iştirak edən 72'dir. Bizdən istədiyi nədir? Deyir ki, bu iki çoxluqda yalnız bir çoxluğa daxil olan elementlərin sayı 60 ilə 72'nin cəmini tapmaq lazım idi. 60 ilə 72'nin cəmi bizə verəcək 132.